Çində gedə biləcəyiniz ən fərqli və ən ləzzətli suşi məkanını paylaşıram sizlərlə. Mütləq bu məkana yaddaşa verin. Burada suşilər sizə qeyri-adi şəkildə təqdim olunur. Xüsusilə uşaqların bu təqdimatdan çox xoşları gəlir və suşiləri iPad-lə sifariş verirsiniz. Cəmi hazırlanması inandırım sizə 1 dəqiqə çəkir və belə lent vasitəsilə suşilər gəlir. Siz də götürüb nuş edirsiniz və onu da paylaşım ki, çox təəssüflər olsun ki, Bakıda heç harda belə ləzzətli suşilər verilmir. Yəni burada verilən dəniz məhsullarının keyfiyyətini sizə sözlə izah eləyə bilmərəm. İçərilərindəki düyü demək olar yox idi. Hamısı dəniz məhsullarından ibarət idi və çox fərqli suşilər var idi. Hansı ki, mən onların heç birini Bakıda yeməmişəm. Xüsusi desertləri də var idi, maçalı. Deməli, yerləşmə yeri də baxın, belə APM Mall var. Onunla üzbəyüz Lego mərkəzi yerləşir və Lego mərkəzinin yanında belə bir alış-veriş mərkəzi var. Bura girirsiniz və ikinci mərtəbəyə qalxırsınız. Suşi məkanının adı isə Hama Sushi'dir.